Əleyhisselam deyir ki, iki dəstə insanı Allah sevməz. İki dəstə insan. Biri də budur ki, ömrünü ancaq əyyaşlığa və tüfeyliliyə aparan insanlar. İndi axır zamanda doludur. Artıq həyat odur. Yəni, həyat əyləncə olub indiki insanlarımız üçün. Kim çox əylənirsə, o çox xoşbəxtdir. Və belə düşünürlər. Gəlirlər, yaşın bir həddinə çatırlar, 40, 50, 55 görürlər, day həvəs qalmayıb axı. Əylənməyə nə həvəs, yuxudan güclə durursan. Orada bir peşmanlıq yaşayır bəzi insanlar. Allah ömrümü harda israf elədi? Harda yol boşa getdi mənim ömrüm? Həzrət deyir, başını əyləncəyə qatan insanlara Allah heç vaxt sevməz. Çünki Allah onun üçün yaratmayıb səni, ona görə sevmir səni. Boş-boşuna məşğul olursan özünlə. O özünü o əyləncələrdə görürsə, onun şəxsiyyətinin səviyyəsi ilə o gecələr qədərdir.